Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Qaşqay türkü Şəmşad Exlasi İran rejimi qüvvələri tərəfindən güllələndi. Azərbaycanlı futbolçu Mobin Qəmbəri İran rejimi qüvvələrinin atəşi nəticəsində öldürüldü. Polis Semnan şəhərində etiraz təşkilatçılığında ittiham etdikləri 5 nəfəri saxladı. Qani $700 milyon mənimsəyib. Prezident İranda dəyişikliyin baş verəcəyinə inanır. İndi isə daha ətraflı. Qaşqay türkü Şəmşad Exlasi Əli Qayarlı 9 yanvar 2026-cı ildə Şirazda İran rejimi qüvvələrinin birbaşa atəşi nəticəsində həlak olub. O, 10 yanvar 1988-ci ildə anadan olub və 37 yaşına çatmasından bir gün əvvəl öldürülüb. Şəmşad Exlasi Şirazın Miyanrud şəhərindəki Qəhrəmanlar meydanı ərazisində keçirilən etiraz mitinqi zamanı birbaşa atəşə tutulub və güllə onun ürəyinə dəyib. Qeyd edək ki, rejim qüvvələri Şəmşad Exlasinin ailəsinə dəfn mərasiminin kütləvi toplaşma olmadan məhdud şəraitdə keçirilməsi üçün təzyiq göstərib. Xoydan olan Azərbaycanlı futbolçu Mobin Qəmbəri 8 yanvarda Tehranda keçirilən etiraz mitinqi zamanı İran rejimi qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüb. Ailəsi onun cəsədini Kəhkizəkdən təhvil alıb. Mobin Qəmbəri futbolçu idi və Tehranda Paykanın gənclər komandasında oynayırdı. Rejim qətiyyətlə öldürülənlərin terrorçu olduğunu iddia etsə də, yayılan məlumatlar və video görüntülər hakimiyyət qüvvələrinin sadə insanlara atəşə tutduğunu sübut edir. İranın Semnan əyalətindəki polisi şəhər kənarında bir neçə əməliyyat keçirdikdən sonra 5 nəfəri saxladıqlarını bildirib. Əyalət polisinin komandiri iddia edib ki, saxlananlar etiraz eyləmlərində əsas rol oynayıblar. Qeyd edək ki, rejim nümayəndələri etirazçılara qarşı tez-tez ixtişaşçı, terrorçu, üsyançı kimi adlardan istifadə edir. İranın Qərbi Kirmanşah əyalətindəki Kəşfiyyat Agentliyi son etirazlarda əsas rol oynadığını iddia etdiyi 54 nəfəri saxladığını bildirib. Dövlət mediasının yaydığı açıqlamada saxlananların monarxist qruplar və İsrail ilə əlaqədə, bununla yanaşı silahlı qruplara üzv olmaqda ittiham olunduğu bildirilib. Xatırladaq ki, rejim etirazçıları tez-tez xarici qruplaşma və ya dövlətlərlə əlbir olmaqda ittiham edir. İran İnqilab Keşikçiləri Korpusunun güc qüvvələrinin komandanı İsmail Qani $700 milyon neft pulunu mənimsəyib. Bu barədə İsrailin Kanal 14 televiziyasının video reportajında bildirilib. Məlumata görə İsmail Qani İrana qarşı sanksiyalardan yayınaraq milyardlarla dollar neft satıb və bu məbləğin $700 milyon oğurlayıb. Televiziya kanalının məlumatına görə Sepah komandanı bu vəsaitin bir hissəsini xarici banklardakı hesablara və ənzil bazarlarına köçürüb. Bütün variantlar masadadır və Birləşmiş Ştatlar prezidenti vədlərini yerinə yetirəcək. Bu barədə ərəb dilli Əl-Hədəs kanalı Birləşmiş Ştatların İsraildəki səfiri Mike Hakabiyə isnadən bildirib. Səfir Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatının mümkünlüyünü bildirib. Qeyd edək ki, ABŞ-nin 2 təyyarə daşıyan gəmisi və hərbi hava qüvvələrinə aid qırıcı və bombardmançıları yaxın şərqə cəlb edilib. İranın nüvə silahı əldə etməsinə 2 ay qalmışdı və ABŞ hərəkətə keçib nüvə təsisatlarını darmadağın etdi. Bu barədə Birləşmiş Ştatlar prezidenti Donald Trump Davosda Sülh Şurasının nizamnaməsi sənədinin imzalanma mərasimində bildirib. İran danışmaq istəyir, biz danışacağıq, deyə Trump qeyd edib. ABŞ prezidenti Lübnandakı Hizbullah terror təşkilatı ilə bağlı məsələyə də toxunub. Bununla bağlı bir şey etməliyik, deyə Trump vurğulayıb. İranda dəyişiklik olacaq. Bu barədə İsrail prezidenti İshak Herzog Davosda Dünya İqtisadi Forumunda bildirib. İran əhalisi dəyişiklik istəyir və ona layiqdir. İnsanlar ərzaq, su və bu kimi digər əsas məsələlərdə çatışmazlıqlarla üz-üzədir. İqtisadiyyat bərbad vəziyyətdədir. İran dünyaya terror ixrac etmək və kütləvi qırğın silahı əldə etmək cəhdlərindən bir an belə geri çəkilməyib. İnanıram ki, İranda dəyişiklik olacaq, deyə Herzog qeyd edib.
Davam edirik. Davosda Sülh Şurasının nizamnaməsi sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan prezidenti sənədi Bolqarıstanın baş naziri ilə birlikdə imzalayıb. Next up, the President of the Republic of Azerbaijan and the Prime Minister of the Republic of Bulgaria. Thank you. Next, the Prime Minister of Hungary and the President of the Republic of Indonesia. Congratulations. If President Trump and all Board of Peace members could please take their seats in the front. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.